Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Sual verilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə misyar nigahı olubmu? Bunun dəlili nədir? Misyar nigahı, zəvacül misyar, yəni bu adda olmayıb belə bir şey və bu ad olaraq, yəni sonradan çıxıb. Amma dəlil olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi Səudə binti Zəm'ənin hədisini gətirirlər. Yəni hansı ki, orada yəni hiss edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yəni onu boşaya bilər və o da möminlərin anası olaraq qalmaq üçün və həmçinin cənnətdə onunla birgə olması üçün qabaqlayaraq Peyğəmbər sallallahu aleyhi və səlləmə öz gecəsini keçərək Aişə radiyallahu anhəyə verməsini xəbər verir və Peyğəmbər sallallahu aleyhi və səlləm də bunu yaxşı qarşılayır və onu öz ismətində saxlayır. Və həmçinin digər dəlil Buxaridə keçən hədisdə Aişə radiyallahu anhənin sözü Nisə surəsi 128-ci ayənin təfsirində Allah Teala buyurur ki: "Və in imra'atun xafat min ba'liha nushuzan aw i'radan fala junaha alayhima an yusliha baynahuma sulha was-sulhu khayr və uhdiratil anfusuş-şuh və in tuhsinu və tattaqu fa innallaha kana bima ta'maluna xabira." Əgər bir qadın öz ərinin qaba rəftarından yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən ər-arvada heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb, dava-dalaşdan, kobud rəftardan çəkinsəniz, bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır. Və deyir ki, hiyəl mər'a təkun ində rəcul la yestəkfiru minhə fəyuridu talaqaha və yetəzəvvəc qeyraha və o qadındır ki, yəni əri onu boşamaq istəyir və başqası ilə evlənmək istəyir və onda qadın ərinə deyir ki, əmsikni və la tutalliqni thumma təzəvvəc qeyri. Məni saxla, məni boşama, amma başqası ilə də evlən. Fə əntə fi hilli minən nəfəqəti aleyyə vəl qisməti li. Yəni sənin xərcləməyindən də keçirəm və bölgülərdən də keçirəm, yəni güzəşdə gedir. Fələ cunahə aleyhimə ən yuslihə beynəhumə sulhə və sulhu xayr. Yəni onların belə barışıq etməsində bir günah yoxdur və sülh daha xeyirlidir. Yəni bu dəlillər var. Yəni bu misyar zəvacı, misyar nikahı bütün şərtləri, rükunları yerində olan bir evlilikdir. Yəni kəbində olan rükunlar hamısı var. İcab vəl qabul, yəni vəlinin həmçinin şərtlər iştirak eləməsi, şahidlərin olması, elanın olması, bildirilməsi və həmçində kəbinin olması. Yəni sadəcə burada nədir? Yəni qadının güzəşdə getməsi. Hətta bəzi alimlər gətirir ki, qarşılıqlı olmamalıdır o şərtlər. Yəni qarşılıqlı mehrin düşürülməsi və yaxud da gecələrin düşürülməsi, nəfəqanın düşürülməsi qarşıdadır qadın özü tərəfindən olarsa. Yəni bunu ümumiyyətlə özlüyündə, yəni alimlər cümhur icazəli görüb və Şeyx İbn Baz da yəni icazəli görür. Amma onun üzərində yaranan fəsadlara görə məsələn İbn Hüseymin rahimehullah yəni icazə vermək görüşündə dayanıb artıq, yəni demək olar ki, icazə vermir və həmçində Şeyx Albani qəti şəkildə yəni qadağan edir iki səbəbə görə. Və birincisi deyir ki, ennel maqsud minən nikah huvəs-səkən. Nikahdan, kəbindən, evlilikdən məqsəd yəni rahatlığın, sükunətin olmasıdır. Necə ki Allah Teala buyurur Rum surəsi 21-ci ayədə: "Və min ayatihi an xalaqa lakum min anfusikum azwajan litaskunu ilayha və ja'ala beynakum mawaddatan və rahmə inne fi zalika laayatin liqaumin yetefekkerun."
Allah Taala'nın qüdrət nişanələrindən, ayətlərindəndir ki, yəni sizin özünüzdən zövcələr yaratdı, onlarla rahatlıq tapasınız, sükunət tapasınız deyə. Və sizin aranızda sevgi və rəhmət qoydu. Sevgi və rəhmət qoydu. Həqiqətən bunda düşünən qövmlər üçün ibrətlər vardır. Və hədə zəvac la yetəhəqqəqu fi hədəl amr. Və şeyx buyurur ki, ya bu misyar evliliyində də bu səkən, rahatlıq yəni həyata keçmir. Və ikinci isə ənəhu qad yuqaddaru lizəvc əvlad min hədil mar'a və bisəbəbil bud anhə və qilləti məci iləyyə səyənəküt zəlikə səlbən alə əvladihi fi tərbiyətihim və xuluqihim. Və həmçinin bu evlilikdən sonra Allahın qədəri ilə, təqdiri ilə uşaqlar olur. Və kişi də uzaqda olduğu üçün və gec-gec gəldiyi üçün və bu da uşaqların tərbiyəsinə və əxlaqına, yəni pis təsir edir. Ona görə Şeyx Əlbani rəhməhullah da qəti şəkildə yəni qadağan edir. Yəni onun əsli yəni haram deyil, yəni şərtlər düzgün olarsa batil deyil, amma çox vaxt yəni bunun üzərində fəsadlar ortaya çıxdığı üçün bu cür yəni alimlər qadağan edirlər. İxlasla.com saytı tərəfindən təqdim olundu.